Baxın, bax bu həmən güya indi dəniz sazanı. Balığımız var, belə hazır dəniz sazanımız. Bax belə təmizlənib, doğranılıb. Özü də belindən görürsüz, açmışam bunu. Çünki onun balığın əsas yağı onun qarın hissəsində olur. Bax bu hissədə. Buranı elə bir kəsəndə manqalda axır gedir yağı. Siz də belə eləsiniz, məsləhət olar. İndi balığı nə etmək lazımdır? Sözsüz ki, balığı yaxşı belə ləzzətli bastırma eləmək lazımdır. Keçdik bastırmaya. Bastırma üçün, marinat üçün götürürsünüz bax bir belə soğan, məndə 2 dənə iri soğandır, 3-4 diş sərmisaq, doğrayırsınız bax belə. Atırsınız bunları hamısını bu doğrayanın içinə. Sonra içinə əndərirsiniz ürəyiniz hansı ədvadan istəyir. Məndə biraz bax belə gürcü ədvalarının bax belə məcunu var. Heç də bir şey deyil. Onun içində elə demək olar ki, hər şey var. Mən baxdım içinə bax belə. Bax çatdırırsınız belə bir vəziyyətə. Sonra bunu əndərirsiniz balığın üstünə. Baxın, bax beləncik. Mütləq biraz yağ vurursunuz. Yağ mütləq lazımdır. Harda ədva var, orada yağ olmalıdır ki, ədvalar bir-birləri ilə yaxşıca tanış olsunlar, söhbətə girsinlər, üstüniyyətə girsinlər, bir-birləri ilə qəlbdən qəlbə eləsinlər. Sonra duzlayın və mən duzu çox az vururam, çünki mənim bu ədvalarımın tərkibində duz var. Yəni duz məsələsinə özünüz baxın. Sonra biraz bax belə bu soya soğusundan. Vura da bilərsiniz, vurmaya da bilərsiniz. Mən vurdum. Bax bu cürünə yayırsınız. Yayandan sonra beləncik bağlayırsınız, üstünü qoyursunuz qalsın. Mən indi 2-3 saatdan sonra mən bunu pişirəcəyəm. Ona görə soyuducuya qoymuram. Siz amma qoya bilərsiniz. Yəni bir gün qalsa lap yaxşı olar. Siz balığı marinatdan çıxartandan sonra balıq bax belə bütün bu marinat içində olacaq. Bunu mütləq yaxşı təmizləyin. Yoxsa balığı yandırarsınız. Baxın, balıq tərtəmiz oldu. Görürsünüz, bax keçən dəfəki ilə bir müqayisə edin. Bax belə, bax bu vəziyyətdə. Artıq balıq hazırdır manqal üçün. Közümüz artıq hazırdır. Balığa gəl deyir. Lançamızı da bax bu cürünə qoyuruq setkaya. Qoyuruq bax belə məhsullarımızı közün üstünə. Bu balıq, bu da ki indi görüm kim başa düşəcək bu nədir. 2 kusok qalmışdı məndə. Çalışın balığı tez-tez çövürün. Tez-tez çövürün ki hər tərəfli pişsin. Hər şeyi tez-tez çövürmək lazımdır. Nəhayət balığımız hazır. İndi gəlin bunu badaç eləyirik. Birinci bax belə palçıq turşunu çəkirik bütün balığa. Bax belə hər tərəfdən, hər yerdən. Sonra bax bu qulançaları bax belə düzürük onun üstünə. Biraz zeytun yağı əlavə eləyirik bax qulançanın üstünə. Bax belə ləzzətli. Axırda da bax belə sonuçduruyuq. Bax belə göyərti ilə qırmızı soğan üstünə. Vəssalam, hazırdır.